kampusda yeməkləri robot gətirir. Bu haqda dəqiq məlumat verə bilmirəm, üzr sayın. Amma yəni bu qədər inkişaf etmiş ölkədə ola bilsin ki, kampusda da robot gətirə bilər, amma hələ ki görməmişəm. Restoranlarda amma görməyiniz çox yəni normal hala çevriləcək. Oxuya-oxuya işləyə bilərəmmi? İş vizası almanız mümkündür, amma onların da təbii ki şərtləri olur. Bu şərtlər də nədir? Yəni həftədə müəyyən bir saatlarda işləmək icazəsi verirlər, amma bunu almaq üçün də təbii ki müəyyən bir proseslərdən keçməyiniz lazımdır ki, yəni bunun da şərtləri artıq sizin yaşadığınız şəhərdən və yaxud da universitet qaydalarından asılı olaraq dəyişə bilər. Amma ümumi olaraq yəni universitet daxilində də bəzi aktivitetlərdə iştirak edə bilərsiniz. Eyni zamanda hər hansı bir müəllimin assistenti falan kimi belə işlərə də başvura bilərsiniz. Çinə getmək istəyirəm, amma nə üzrə oxuyum bilmirəm. Hal-hazırda çox tələb olunan tibb, IT, computer science, eyni zamanda biznes. Amma yəni təbii ki bu sizin potensialınızdan və nə qədər bu mecraları istədiyinizdən asılı olaraq dəyişir. Mən sizin üçün saydığım əsas olanları artıq gerisi sizin seçiminizdə qalır.